Salam, Qəbul 2021 birinci qrup, ikinci cəhd. Riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. Diagonallar perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü 7-dir. H bərabərdir 7. Şərtdə verib D1 perpendikulyardır D2-yə. Xassəmiz var ki, qaydamız var ki, əgər bərabəryanlı trapesiyanın diagonalları qarşılıqlı perpendikulyardırsa, hündürlük orta xəttə bərabərdir. Biz də bilirik ki, trapesiyanın sahəsi orta xətt vurulsun hündürlüyə bərabərdir. Hündürlük də orta xəttə bərabər olduğundan onda verir bizə hündürlüyün kvadratı. S bərabərdir 7-nin kvadratı verir bizə 49 kvadrat santimetr. Düzgün cavabımız A variantı. İkinci sual. Şəkildə AD bərabərdir 50-yə. AD 50-dirsə, bax onu, bax buradan bura kimi 50-dir. 50-ni yarıya bölsəm, buradan da bir xət çəkək. Bura düşür 25. Sonra çevrənin kəsişmə nöqtələri arasındakı məsafə, bax bu məsafə ona bərabərdir. Bunlar da qarşılıqlı perpendikulyar olduğundan yarıya bölünür. Bura düşür 5, bu hissəyə də düşür 5. Belə bir çevrə alırıq. %25 buradır, 5 buradır, 5 də buradır. Bu x'i tapaq. 25 vurulsun x bərabərdir 5 vurulsun 5. X də bərabərdir 1-ə. X'imiz 1-ə bərabərdir. X 1-ə bərabərdirsə, onda çevrənin diametri verəcəkdir bizə D bərabərdir 25 plus 1 bərabərdir 26-ya. Çevrənin diametri 26-dırsa, onda bax bu diametr bax belə 26-dırsa, AB tərəfi də 26-ya bərabər olacaqdır. Düzgün cavabımız C variantı. Üçüncü sual. Kök 2 kosinus x bərabərdir 1. Kosinus x bərabərdir 1 bölünsün kök 2. X bərabərdir plus minus kosinus 1 bölünsün kök 2 plus 2 pi k. X bərabərdir kosinus kök 2 bölünsün 2'ni alır 45 dərəcədə. Pi böl 4 plus 2 pi k. Pi böl 4 plus 2 pi n. C variantı. Dördüncü sual. 1 minus i'nin kubu 1 plus i kompleks ədədini cəbri şəklində göstərir. Açsaq, a minus b'nin kubu 1'in kubu çıxılsın 3 vurulsun birincinin kvadratı vurulsun ikinci plus 3 vurulsun birinci vurulsun ikincinin kvadratı minus ikincinin kubu 1 plus i bərabərdir. Bərabərdir 1 çıxılsın 3i çıxılsın 3, i'nin də kubu verir bizə mənfi plus i olur. 1 plus i bərabərdir. Bu verir mənfi 2 çıxılsın 2i 1 plus i. Buradan da mənfi 2'ni ortaq çıxartsaq, qalır 1 plus i, 1 plus i, i'lər də 7, bərabərdir mənfi 2'yə. Düzgün cavabımız Y variantı. Beşinci sual. Sinus da 6 alfa plus kosinus da 6 alfa bərabərdir 4'də 3. Bu ifadəni sinus kvadratının kubu kimi yazsaq, kosinus kvadratının kubu kimi yazsaq, kublar cəminin düsturuna əsasən a kubu plus b kubu bərabərdir a plus b'nin kubu çıxılsın 3ab a plus b. Bu düsturu tətbiq edək. Olur belə. Sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kubu çıxılsın 3 sinus kvadratı alfa kosinus kvadratı alfa sinus kvadratı alfa plus kosinus kvadratı alfa bərabərdir 4'də 3'ə. Bu ifadənin yerinə 1 yazsaq, 1'in kubu çıxılsın 3 sinus kvadratı alfa kosinus kvadratı alfa vurulsun 1 bərabərdir 4'də 3'ə. Sinus kvadratı alfa və kosinus kvadratı alfanı 4'də 1 sinus kvadratı 2 alfa yazsaq, 3 vurulsun 4'də 1 sinus kvadratı 2 alfa bərabərdir. 1'dən də 4'də 3 çıxanda 4'də 1. 4'də 1'lər hər iki tərəfdə ixtisar getdi. Sinus kvadrat 2 alfa bərabərdir 1 bölünsün 3'ə. 1 bölünsün 3'ə.
Aldığımızı yazaq. Demək, almışıq sinus kvadrat 2 alfa bərabərdir 1 bölünsün 3. Dərəcəni aşağı salaq. Dərəcəni aşağı salmaq üçün 1 minus kosinus 4 alfa bölünsün 2 bərabərdir 3'də 1. Çarpaz vursaq 3 çıxılsın 3 kosinus 4 alfa bərabərdir 2'yə. 3 kosinus 4 alfa bərabərdir 1'ə. Kosinus 4 alfa bərabərdir 1 bölünsün 3'ə. Məndən istəyir 6 kosinus 4 alfanı. 6 kosinus 4 alfa bərabərdir. Kosinus 4 alfanı biz almışıq 3'də 1. 6 vurulsun 3'də 1 bərabərdir 2'yə. Düzgün cavabımız B variantı. 6. sual. SB'de verib bizə 2 alfa. Bucaq B bərabərdir buradan 180 minus 2 alfaya. Sağlı sollu sinuslasam bu ifadələri. Olur belə, sinus bucaq B bərabərdir 180 minus 2 alfa. İkinci rübə düşür, ikinci rübdə sinus müsbət. 180 deyə ad dəyişmir. Olur sinus 2 alfaya bərabər olur. Sinuslar teoremini tətbiq etsək, demək, AB bölünsün sinus alfa bərabərdir B bölünsün sinus bucaq B. Getirib yerinə qoysaq verilənləri, AB qalır olduğu kimi sinus alfa bərabərdir B bölünsün sinus 2 alfa. Yəni sinus bucaq B'nin yerinə sinus 2 alfa yazdıq. Buradan da AB bərabərdir sinus 2 alfa məxrəcdə, sürətdə isə B sinus alfa. Sinus 2 alfanı da açsaq, 2 sinus alfa kosinus alfa, B sinus alfa. Sinus alfalar ixtisar getdi. Qaldı B bölünsün 2 kosinus alfa. B bölünsün 2 kosinus alfa. Düzgün cavabımız D variantı. 7. sual. Şəkli çəkək. Paralel. Bura verib bizə 120 dərəcə. Bura verib 140 dərəcə. Bura bir gamma desək. Alfa plus beta plus gamma bərabərdir 360. Bu xassəni bilirik. Buradan gamma bərabərdir 360 çıxılsın 260 verir bizə 100 dərəcə. Demək, bura 100 dərəcədir. Bu xətt çəkilib. 100 dərəcədirsə deyir tən böləndi. Bu hissələrə yazırıq 50 dərəcə, 50 dərəcə. 50, 120 bu bucaq alır 10 dərəcə. Bu bucaq 10 dərəcədirsə, bax bu ASK bucağı 170 dərəcə olacaqdır. Düzgün cevabımız D variantı. Paralelogramın tərəfləri verib bizə 3, 5. Paralelogramın kiçik diagonalı verilib. Kiçik diagonal deyəndə 6 verilib, bir diagonalı verilib. Biz bilirik ki, paralelogramın tərəflə diagonal arasındakı əlaqə düsturu 2A kvadratı plus 2B kvadratı bərabərdir D1'in kvadratı plus D2'nin kvadratına. Verilənləri yerinə yazsaq, 2 vurulsun 3'ün kvadratı plus 2 vurulsun 5'in kvadratı bərabərdir 6'nın kvadratı plus D2'nin kvadratı. Buradan D2'nin kvadratı bərabər olacaqdır. Demək, 50, bu 36'dır da. D də bərabərdir 4 kök 2. Deməli, ikinci diagonal, bax bu diagonal 4 kök 2'ye bərabərdir. Hündürlüyümüz isə, bax bu hündürlüyümüz 3 kök 2'ye bərabərdir. Məndən bax bu diagonal istəyir. Bax bu diagonal. Deməli, buradan belə bir düz bucaqlı üç bucaq yaranmışdır. 4 kök 2, 3 kök 2 məndən hipotenuzu istəyir. Bax bu D-ni istəyir. Bu D'nin de adı BD1'dir. BD1 diagonalıdır. BD1 diagonalı bərabərdir 3 kök 2'nin kvadratı plus 4 kök 2'nin kvadratı. O da bərabərdir 5 kök 2'ye. Düzgün cevabımız C variantı. 9. sual. Limit x yaxınlaşır 6'ya. X minus 6 kök x plus 3 minus 3.
Məxrəcə x-in yerinə 6 yazsaq, qeyri-müəyyənlik alınır. Ona görə də sürət və məxrəcin kapital qayda ilə törəməsini tapırıq. Məxrəcin törəməsi verir bizə 1, sürətin törəməsi verir bizə 1 bölünsün kökdə x plus 3 bərabərdir. X-in yerinə 6 yazsam, məxrəc onsuz da 1-dir. Sürət 1 vurulsun 2 kök 9 bərabərdir. Demək, 9-dan 3 çıxır, cavabımız olur 6-da 1. Düzgün cavabımız C variantı. 10-cu sual. Kəsrini ixtisar edin. 9m kvadrata çıxılsın 3m, üstə gələ 3mn çıxılsın n. 9m kvadratı çıxılsın 1 bərabərdir. Surətdən 3m'i ortaq çıxartsaq, qalır 3m çıxılsın 1. Buradan da n'i ortaq çıxartsaq, qalır 3m çıxılsın 1. Məxrəcin də sadə kvadratlar fərqi kimi açsaq, 3m minus 1, 3m plus 1 bərabərdir. Deməli, surətdən 3m minus 1-i ortaq çıxardaq, kənardakiləri da bir mötərizəyə yığsaq. Məxrəc də 3m minus 1, 3m plus 1. İxtisarlarımızı aparsaq, qalır 3m plus n, 3m plus 1. Düzgün cavabımız B variantı. 11-ci sual. Funksiyanın azalma aralığı P2 olarsa Q minus P fərqini tapın. Azalma aralığı deyəndə funksiyanın törəməsini sıfırdan kiçik və ya bərabər götürürük. İndi baxaq funksiya. Kiçik bərabərdir, sıfırı götürək. Verir bizə 3x kvadratı çıxılsın 24x plus 36 kiçik bərabərdir 0. Azalma aralığı P2 olarsa, hər tərəfi 3'ə bölsək, x kvadratı minus 8x plus 12 kiçik bərabərdir 0. Vuruqlara ayırsaq, x minus 6, x minus 2 kiçik bərabərdir 0. Deməli, 2, bir də 6. İntervallara ayırsaq, müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq olacaqdır 2-6 aralığı. 2-6. Deməli, P-nin yerində durur 2, Q-nin yerində durur 6. Bizdən Q minus P fərqini istəyir. 6 minus 2 bərabərdir 4-ə. Düzgün cavabımız Y variantı. 12-ci sual. Hər bir daxili bucağı 120 dərəcə olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Daxili bucaq, baxın. Daxili bucaq 120 dərəcədirsə, xarici bucaq 60 dərəcədir. 360 bölünsün n bərabərdir 60 dərəcə. N də bərabərdir 360 bölünsün 60. Bu da bərabərdir 6. Bu fiqur 6 bucaqlıdır. C variantı. 13-cü sual. Fx funksiyası verilib. 2 plus kökdə mənfi x kvadratı plus 5x plus 6. Funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, a sıfırdan kiçik olarsa, kökdə fx bərabərdir ax kvadratı plus bx plus c. Bu funksiyanın y-fi bərabərdir sıfırdan kök n-ə. Qaydamız budur. N-i hesablayaq ifadəyə görə. N bərabərdir 4, a-nın yerinə mənfi 1 durur, c-nin yerinə 6 durur. Çıxılsın b-nin kvadratı, 5-in kvadratı, bölünsün 4 vurulsun a. Bərabərdir. Mənfi 24 çıx 25 bölünsün 4. Sürət mənfi 4. Məxrəcdə mənfi 4, sürətdə mənfi 49. Mənfilər ixtisar getdi. Deməli, qiymətlər çoxluğumuz verəcəkdir bizə 0 kökdə 4-də 49. Bu da verir bizə 0, 2, 7. 2-də 7. Bu da bərabərdir 0-dan 3,5-ə. Getirək, bax bu ifadənin yerinə yazsaq 2 plus 0-dan 3,5-ə. Bir dəfə üstünə gəlirik 0. 2-nin üstə 0 gəldik.
2. Bir de 2'nin üstü 3,5 geldik. Verir bize 5/5. Qiymətlər çoxluğu 2 və 5/5'dir. Burada C variantında 2/5 yazılıb, ama bu 5/5'dir. Düzgün cevabımız C variantı. 14. sual. Bərabər tərəfli konusun daxilinə radiusu 3 olan kürə çəkilmişdir. Konusun həcmini istəyir. Bərabər tərəfli konus deyəndə ox kəsiyimiz bərabər tərəfli üçbucaqdır. Daxilinə radiusu 3 olan kürə çəkilmişdir. Deyək ki, belə bir kürə çəkilibdir daxilinə. Bərabər tərəfli konus deyəndə bərabər tərəfli üçbucaq nəzərdə tutulur ox kəsiyi. Buna daxilinə çevrə çəkilmişdir. Bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrə radiusu A bölünsün 2 kök 3'ə bərabərdir. Deməli, A bölünsün 2 kök 3 bərabərdir 3'ə. A bərabərdir 6 kök 3'ə. Deməli, bax buradan bura kimi 6 kök 3'dür. Radiusumuz verir onda bizə 3 kök 3. Konusun radiusu, konusun öz radiusu bərabərdir 3 kök 3'ə. Tərəfimiz də altı kök 3'dür. Deməli, buradan bura 3 kök 3, buradan bura 6 kök 3. Hündürlüyümüzü tapaq. Bərabər tərəfli üçbucağın hündürlüyünə əsasən və yaxud da ki 60-30 dərəcəlik bucağın xassəsinə əsasən çıxara bilərik. Elə 30-60 dərəcə ilə çıxardıq. 60 dərəcəlik bucaq qarşısında katet kiçik katetin kök 3'üne bərabərdir. Hündürlüyümüz də verdi bizə 3 kök 3 vurulsun kök 3. O da verir bizə 9. V bərabərdir. Konusun həcmini istəyir bizdən. 3'də 1 pi r kvadratı h bərabərdir. 3'də 1. Vurulsun. R'imizi tapmışıq 3 kök 3. 3 kök 3'ün kvadratı. Vurulsun. H'ımızı da tapmışıq. 9. Sağına da pi yazırıq. Bərabərdir. 3'də 1 vur 27 vurulsun 9 pi. O da bərabərdir 81 pi. Y variantı. 15. sual. Sonsuz azalan həndəs hisslərinin birinci həddi B1 özündən sonraki bütün hədlərin cəmindən, yəni B2, B3, B4 və bunların cəmindən 8 dəfə böyükdür. B1 bərabərdir 8 vurulsun bu ifadə. Olarsa hisslərin vurğunu tapın. Demək, bax burada baxırıq ki, burada sonsuz azalan həndəs hisslədir. Cəm düsturunu yazsaq, B2 bölünsün 1 minus Q. Vurulsun 8 bərabərdir B1'ə. Demək, olur belə 8 B2 1 minus Q bərabərdir B1'ə. Çarpaz vursaq 8 B2 bərabərdir B1 çıxılsın B1 Q. B1 Q'nun yerinə B2 yazsaq 8 B2 plus B2 bərabərdir B1'ə. Olur 9 B2 bərabərdir B1'ə. B2'ni də açsaq 9 vur B1 Q bərabərdir B1'ə. B1'lər ixtisar getdi. Q bərabərdir 9'da 1'ə. Düzgün cevabımız Y variantı. 16. sual. İntegral 1'dən 4'ə, integral 1'dən 4'ə. Sərhədlər eynidir deyə bir sərhəddə yıla bilərəm. 2 sinus kvadratı x dx plus 1 plus kosinus 2x dx bərabərdir. 2 sinus kvadratının x dərəcəni aşağı salsaq verir bizə 1 minus kosinus 2x plus 1 plus kosinus 2x. İntegral 1'dən 4'ə sərhədləri qoyuruq. Dx bərabərdir. İslahlarımızı aparsaq qalır burada 2. İntegral 1'dən 4'ə 2 dx bərabərdir. 2'nin ibtidaisi 2x sərhədlər 1'dən 4'ə bərabərdir. 2 vurulsun 4 çıxılsın 2 vurulsun 1. Bu da verir bizə 6. Düzgün cevabımız 6 D variantı. Yəni biz burada sinus kvadratı x'in dərəcəsini aşağı saldıq. 1 çıxılsın kosinus 2x bölünsün 2.
Yəni bunun dərəcəsini aşağı saldıq, bu ifadəni aldıq. 17-ci sual. Loqaritma 2-də 1 əsasdan x kvadratı plus 2x minus 8 böyük bərabərdir -4. Bərabərsizliyini həll edin. Bu bərabərsizliyi həll etmək üçün iki sistem qurmalıyıq. 2x minus 8 böyükdür 0 olmalıdır. Bir də x kvadratı plus 2x minus 8 əsasımız 0 ilə 1 arasında olduğu üçün bu işarə əksinə dəyişəcəkdir. Kiçik bərabərdir 2-də 1 üstü -4. Demək olur bu şəkildə. X kvadrat plus 2x minus 8 böyükdür 0. Bir də x kvadrat plus 2x çıx 8 kiçik bərabərdir. 2-də 1 üstü -4 verir bizə 16. Keçirsək sol tərəfə. Çıxılsın 16 kiçik bərabərdir 0. Olur belə. X kvadrat plus 2x minus 8 böyükdür 0-dan. X kvadrat plus 2x çıxılsın 24 kiçik bərabərdir 0-dan. Bərabərsizləri həll edək və həllər çoxluğunun kesişməsini götürək. Buranda birinci bərabərsizliyi götürək. Biri vuranda -8 toplayanda müsbət 2 olan ədəd. X plus 4, x minus 2 böyükdür 0-dan. Qiymətləri yerinə yazsaq. Demək, -4, müsbət 2. İntervallara ayırsam, müsbət, mənfi, müsbət. Bizdən böyük aralıq istəyir deyə bu iki aralığı götürəcəm. Bax. Bu iki aralıq ödənir. Mənfi sonsuzluqdan -4-ə birləşir 2-dən müsbət sonsuzluğa. Bu belə. İkinci bərabərsizliyi həll edək. Vuranda -24 toplayanda 2 olan ədəd. X plus 6, x minus 4 kiçik bərabərdir 0-dan. Yenə -6 daxildir. Müsbət 4 daxildir. İntervallara ayırsaq müsbət, mənfi, müsbət. Mənfi aralığı istəyir. Mən bu aralığı götürəcəm. Deməli, hər iki aralığın kesişməsini götürək. Belə. Demək, mənfi sonsuzluqdan -4-ə kimi. -4-ə kimi. 2-dən müsbət sonsuzluğa kimi. Daha sonra -6, 4 aralığı. -6, bir də müsbət 4 aralığı. Hər ikisi aralığın kesişməsi -6, -4. Demək, olur belə. -6 qapalı mötərizə. -4 boş mötərizə birləşir. 2 boş mötərizə, 4 isə qapalı mötərizə. -6, -4, 2, 4 aralığı D variantı. On 8-ci sual. 3 minus kök 11, 5x minus 35, 2x kvadrat minus 12x plus 18 böyük bərabərdir 0. Sürət və məxrəcin sıfırlarını tapaq. 5x minus 35 bərabərdir 0, x bərabərdir 7. 2x kvadratı minus 12x plus 18 bərabərdir 0. X kvadratı minus 6x plus 9 bərabərdir 0. X minus 3'ün kvadratı verir. X də bərabərdir 3'ə. Deməli, 3 məxrəci sıfıra çevirir. 7 isə surəti sıfıra çevirir. 7'ni daxil götürürük. İntervallara ayırsaq. 7'dən bu ifadənin qiyməti onsuz da mənfidir. 7'dən böyük qiymət qoysaq, bura müsbət olacaqdır. Məxrəc də verir x minus 3'ün kvadratı. Bura 7'dən böyük qiymət qoysaq müsbət. Bura verir bizə mənfi. 3 ilə 7 arasında qiymət qoyaq. Deyək 4 qoysaq. 4 qoysaq verir bizə mənfi. Məxrəcimiz onsuz da müsbətdir. Verir bizə müsbət. 3'dən kiçik qiymət qoysaq, deyək ki 0 qoyduq. Surət mənfi eləyəcəkdir müsbət.
bizdən bərabərsizlik ödəyən bütün natural ədədlərin cəmini istəyir. Natural ədədləri istəyir. Bu hissədə natural ədəd 1 və 2-dir. 4, 5, bir də 6. 4, 5, 6, bir də 7-nin özü bərabərdir. Verir bizə 10, toplam 25. Düzgün cavabımız Y variantı. 19. sual EBOB 2n kvadrat plus n 2n kvadrat plus 3n beraberdir n kvadrat minus 5n plus 9. EBOB deyəndə ortaq vuruq nəzərdə tutur. Bax bu iki ifadənin ortaq vuruğu n-i ortaq çıxarsaq 2n plus 1, burada da 2n plus 3 olacaqdır. Deməli, əbobumuz n-ə bərabərdir. Bu ifadəni bərabər edəcəyinə n kvadrat minus 5n plus 9 bərabərdir n. Keçirsək sol tərəfə, verir bizə n kvadrat minus 6n plus 9 bərabərdir 0. n minus 3-ün kvadratı bərabərdir 0. n bərabərdir 3-ə. n-imiz 3-dür. Gətirək, bax bu ifadədə yerinə qiymətini qoyaq. EKOB 3 plus 2, 3 plus 5 bu ifadəni tapaq. Verir bizə EKOB 5 və 8. Qarşılıqlı sadə ədədlərin EKOBu onların hasilinə bərabərdir. 5 vur 8, o da verəcəkdir bizə 40. Düzgün cavabımız D variantı. 20-ci sual. N plus 1 faktorial, n faktorial bərabərdir 38 olduqda n tapın. N plus 1'i n faktorialdan ifadə edək. N faktorial vurulsun n plus 1. N faktorial bərabərdir 38. N plus 1 bərabərdir 38. N bərabərdir 37'yə. Düzgün cavabımız A variantı. 21-ci sual. Dördbucaqlının böyük tərəfi 28, perimetri isə 60'dır. Bu dördbucaqlıya oxşar və böyük tərəfi 14 olan dördbucaqlının perimetrini tapın. Biz bilirik ki, perimetrlər nisbəti tərəflər nisbətinə bərabərdir. Böyük tərəfi 28, perimetri isə 60'dır. Bu dördbucaqlıya oxşar böyük tərəfi 14 olarsa, 14. Onun perimetrini soruşur, P1'i soruşur. İxtisarlarımıza aparsaq 2, P1 bərabərdir 30'a. 30'a. Düzgün cavabımız B variantı. 22-ci sual. Bu tənliyi bir dəfə tərəf-tərəfə toplayaq. Toplasaq, verir bizə 10x plus 6y bərabərdir 28'ə. Bir dəfə də tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsaq, bunlar getdi, qalır belə. Tərəf-tərəfə çıxsaq, olur 7x minus y də 8 bərabərdir 2'yə. Birinci tənlik dursun, bərabərdir 28. Buradan da çarpaz vursaq, 14x çıxılsın 2y bərabərdir 8'ə. İkinci tənliyi 3'ə vursaq, olur belə 10x plus 6y bərabərdir 28. 3'ə vursaq, verir bizə 42. 42x çıxılsın 6y bərabərdir 24'ə. Tərəf-tərəfə toplasaq, verir bizə 52x bərabərdir 52. X bərabərdir 1'ə. X 1'dirsə, aparıb yerinə qoysaq, 10 vur 1 plus 6y bərabərdir 28. 6y bərabərdir 18. Y bərabərdir 3'ə. Bizdən x plus y istəyir. Y-imiz 3'dür. X-imizi də tapmışıq 1. 1 ilə 3'ün cəmi də verir bizə 4. Düzgün cavabımız 4. D variantı. 23-cü sual. Tərəfi 6 kök 2 olan kvadratın müstəvi üzərində olmayan nöqtədən kvadratın təpələrinə qədər məsafə 10'dur. Deməli, kvadratımızdır.
Tərəfi 6 kök 2-dir. Üzərində olmayan nöqtədən təpələrinə qədər məsafə 10-a bərabərdir. Bu nöqtədən kvadrat müstəvisinə qədər məsafəni istəyir. Bax, bunu istəyir məndən. Mən bunu çəksəm. Bu, kvadratın xarici çəkilmiş çevrə radiusudur. Xarici çəkilmiş çevrə radiusu diagonalın yarısına bərabərdir. Kvadratın tərəfi 6 kök 2-dirsə, diagonalı onun kök 2 mislinə bərabərdir. D bərabərdir 6 kök 2 vurulsun kök 2. O da bərabərdir 12-yə. Xarici çəkilmiş çevrə radiusu 12 bölü 2 bərabərdir 6-ya. Deməli, buranı aldıq 6. Pifaqor üçlüyünə əsasən, bax, burada belə bir düzbucaqlı üçbucaq yaranıb. 6, 10, hündürlüyü tapaq. H bərabərdir. 10-un kvadratı çıxılsın 6-nın kvadratı verir bizə 8. Düzgün cavabımız 8. 24-cü sual. Traktorçulardan biri sahənin 30%-ni, digəri isə qalan sahənin 40%-ni şumladı. Birinci traktor 30%-ni, ikinci traktor isə qalan sahənin. Bütün sahə 100% idi. 100-dən 30% çıxsaq qalır 70%. 70-in 40%-ni şumladı. 70-i 40-a bölüb 100-ə verir bizə 28. Deməli, 28%-ni də ikinci traktor şumladı. Sahənin neçə faizi şumlanmamış qaldı. Ümumi sahə 100% çıxırıq. 30 və 28-in cəmini. 100% çıxılsın 58%. O da verir bizə 42%. 42%-i şumlanmamış qalmışdı. 25-ci sual. Bax, bu ifadələri ayrı-ayrılıqda sadələşdirəm. Bax, 3-cü dərəcədən 81. Loqaritma 3-cü dərəcədən kök 27. Bu ifadəni sadələşdirək. 81, 3 üstü 4. Bax, bu 3 üstü 4. İfadəni də 3 üstü 3-də 4 kimi yazmağa ixtiyarım var. Sonra, bax, bu kök 27 3-ün kubudur. 3-ün kubudur. Bu ifadəni də göstərə bilərəm. Loqaritma 3 əsasdan 3 üstü 2-də 3 kimi göstərə bilərəm. Bu 2-də 3 qarşıya gəlir. Bax, bura. 2-də 3 qarşıya gətirdik. Loqaritma 3 əsasdan 3 1 verdi. Bunlar da ixtisar getdi. Qaldı burada 3-ün kvadratı. Deməli, bu ifadənin qiymətini almışam 3-ün kvadratı. Bunu silək. Deməli, bu ifadə 3-ün kvadratıdır. Keçək digər ifadəyə. Kök 3-cü dərəcədən 5, loqaritma 5 əsasdan 64. Bu ifadəni kökdə 6-cı dərəcədən 5 yaza bilərəm. Loqaritma 5 əsasdan 2 üstü 6 yaza bilərəm, 64-dür. Bu 6 qarşıya gəlir. 6 qarşıya gəlirsə, bu 6 ilə bu ixtisar getdi, qaldı 5 üstü loqaritma 5 əsasdan 2 bərabərdir. Mən bu 2 ilə 5-in yerini dəyişə bilərəm. 2 üstü loqaritma 5 əsasdan 5, loqaritma 5 əsasdan 5 verir bizə 1, qaldı 2 üstü 1, 2. Deməli, mən bu ifadəni yerinə yazacağım 2. Ümumi aldığımız nəticə 3-ün kvadratı 9 çıxılsın 2 bərabərdir 7. Düzgün cavabımız 7. 26-cı sual. Tənliyin köklərindən yalnız biri tənliklərin ortaq kökü olarsa n plus n cəmini istəyir. X kubu çıxılsın 7x kvadrat plus 10x bərabərdir 0. X ortaq çıxarsaq, x kvadrat minus 7x plus 10 bərabərdir 0. X birimiz 0. Bu da verir x minus 2, x minus 5 bərabərdir 0. X2'miz 2'yə, x3'ümüz isə 5'ə bərabərdir. Tənliyinin köklərindən yalnız biri bu tənliyin həllidir. Baxaq, əgər x-in yerinə 2 yazsaq, ödəmir. X-in yerinə 5 yazsaq, bu tənliyi də ödəmir. Deməli, 2 ilə 5'i götürə bilmərik. Tənliyə kök kimi 0'ı götürə bilərik. Demək, x-in yerinə 0 qoyaq. Olur, -8, -2 bərabərdir n bölünsün 3. Buradan n bərabərdir 12'yə. Daha sonra x'in yerinə yenə 0 yazıram.
Sürət olur -15 -5 bərabərdir n bölünsün 2. Bu da n bərabərdir 6'ya. n plus n'i soruşur. n plus n bərabərdir 12 plus 6 verir bizə 18. Düzgün cavabımız 18. Deməli 27-ci sual, birinci sual A 2 3 nöqtəsi, B də 2 -3 nöqtəsi. Bu nöqtələr o x-ə nəzərən simmetrikdir. Birinciyə oldu y. İkinciyə baxaq. A 0 3'dür. B nöqtəsi -3 0'dır. Diqqətlə baxsaq 0 3 bu nöqtədir. A nöqtəsi bir də -3 0. X'imiz -3'dür. Y-imiz 0'dır. Mərkəzi koordinat başlanğıcında olan çevrə üzərində yerləşmişdir. Diametrdə 3 bura 3 bura 6'ya bərabərdir. Deməli diametr 6'ya bərabərdir. Mərkəzdə koordinat başlanğıcındadır. İkinciyə A uyğun gəldi. Üçüncüyə baxaq. Yirmi 27-ci sualın üçüncüsü. A nöqtəsinin koordinatı 2'də 1 -kök3 bölü 2. B nöqtəsinin koordinatı -2'də 1 kök3 bölünsün 2. Bu nöqtələr koordinat başlanğıcına nəzərən simmetrikdir. C variantı uyğun gəldi. Baxaq. 2'də 1'in kvadratı plus -2'də kök3'ün kvadratı bərabər olacaqdır. 4'də 1, 4'də 3, 1. Radiusu 1'ə bərabərdir. Vahid çevrədir. Mərkəz koordinat başlanğıcında olan vahid çevrə üzərində yerləşir. Üçüncüyə də C də uyğun gəldi. 1'ə Y. 28-ci sual. Yan səthinin açılışı deməli 12 9'dur. 2 pi r, bax bu hissə 2 pi r-ə bərabərdir. 2 pi r bərabərdir 12. 2 vur 3 vur r bərabərdir 12. R bərabərdir 2'yə. Radiusumuz 2'yə bərabərdir. Silindirin oturacağın radiusu 2'yə bərabərdir. Oturacağımız da kvadrat şəkilli lövhədən kəsilmişdir. Radiusumuz 2'yə bərabərdirsə, kvadratın tərəfi verəcəkdir bizə 4. Kvadratın sahəsi isə s kvadrat bərabərdir 4'ün kvadratı verir bizə 16. Dairənin sahəsinə baxaq. S dairə bərabərdir pi r kvadratı. Bərabərdir. P'nin yerinə 3 yazsaq, n'in yerinə 2 yazsaq verir bizə 12. İtki S itki bərabərdir 16 çıx 12 bərabərdir 4. Düzgün cavabımız 4. 29-cu sual. Biz radiusu tapmışdıq 2. Hündürlüyümüz də verib bizə 9. Çəlləyin həcmini tapsaq, pi r kvadrat h bərabərdir. P'nin yerinə 3 yazsaq, 2'nin kvadratı vur 9 bərabərdir. 3 vur 4 vur 9 bərabərdir 108'ə. Çəlləyin həcmi 108 kub desimetrdir. 4'də 1 hissəsi bitki yağı ilə doludur. Çəlləkdir. 4'dən 1'i doludur. Çəlləyə daha neçə litr yağ dökmək lazımdır ki, boş hissəsinin həcmi yağ ilə dolu hissəsinin həcmindən 2 dəfə çox olsun. Və boş bərabərdir 2 dolu və dolu. Ümumi həcm 108'dir. 108'in 4'dən 1'i bərabərdir 27. 27 kub desimetr var. Litrimiz var. Üzərinə bilmirik nə qədər getiririk. X demək ümumi həcmdən boşu tapmaq üçün 108 çıxılsın 27 plus x. Bu verir bizə V boş. %8'dən 27 çıxsaq 81, 81 plus x,
81 minus x. Boş bərabərdir 2 vurulsun dolu. Dolu da 27 plus x'tir. 81 minus x bərabərdir 54 plus 2x. Sağa keçirsək 3x bərabərdir 81-dən 54 çıxsaq verir bizə 27. X bərabərdir 9-a. Düzgün cavabımız 9. 30-cu sual. Bir gündə hazırlanmış çəlləklərin 35% qarğıdalı. 20-nin 35% verir bizə 7. 7 qarğıdalıdır. 20-nin 10% verir bizə 2 zeytun. Qalanı da günə baxandır. 20-dən 7 ilə 2-nin cəmini çıxsaq verir bizə 11. 11 də günə baxandır. Seçilmiş deyir 3 çəlləkdən kombinzon. Deməli toplam 20-dən 3'ü seçilir. Biri günə baxan olsun. Deməli biri günə baxandırsa ikisi zeytun ola bilər. İkisi zeytun. Deməli biri günə baxan oldusa ikisi zeytun ola bilər. Və ya biri günə baxandır, ikisi ola bilər qarğıdalı. Və ya biri günə baxandır, biri olsun qarğıdalı, biri də olacaq zeytun. İndi gəlin seçimlərimizi aparaq. Kombinzon bir dənəsi günə baxandırsa 11-dən 1. İkisi zeytundur. Kombinzon 2-dən 2. Və ya üstə gələk. Kombinzon 11-dən 1. İkisi qarğıdalıdır. Qarğıdalı da 7-dir. Kombinzon 7-dən 2. Plus biri günə baxandır 11-dən 1. Biri qarğıdalıdır. Kombinzon 7-dən 1 vurulsun. Biri də zeytundur. Kombinzon 2-dən 1. Hesablasaq verir bizə 95'də 33. Düzgün cevabımız 95'də 33. Bu qədər.